Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Mən Nail Sadqovla 4-cü sinif monitorinq imtahana dəstək videolarımıza davam edirik. Bu video sayca üçüncüdür. Bundan əvvəlki videolarımızı izləməmisinizsə, indiki video bitdikdən dərhal sonra həmin videoları da izləməyi şiddətlə tövsiyə edirəm. Dostlar, bizim monitorinq test toplumumuz da artıq işıq üzü görübdür. Bu barədə mən ilk videomda detallı formada məlumat vermişdim. Təkrarcılıq olmasın deyə yenidən eyni məlumatları sizlə bölüşmək istəmirəm. Monitorinq üzrə olan ən möhtəşəm vəsaitlərdən biridir. Əsas özəlliyi ondan ibarətdir ki, bütün sualların dənə-dənə video izahları kitabın daxilində mövcuddur. Bizi sosial şəbəkələr üzərindən əminəm ki, çoxlarınız izləyirsiniz. Əgər kimsə izləmirsə, bizi Telegram, Instagram, TikTok sosial şəbəkələri üzərindən də izləyə bilərsiniz. Bütün linkləri videonun aşağı açıqlama bölməsində yerləşdirmişəm. Oradan daxil ola bilərsiniz. Əlavə olaraq videolarımızı bəyənməyi və paylaşmağı da unutmursunuz. Videoları bəyənək və paylaşaq ki, digər insanlar da faydalansınlar. Dostlar, çox vaxt itirmirik, artıq izahlara başlayıram. Əvvəlcə siz videonu saxlayırsınız, müstəqil şəkildə sualın cavabını tapmağa çalışırsınız, sonra mənim izahımla yoxlayaraq doğru yoxsa yanlış tapdığınızı müəyyən edirsiniz. Birinci sualımız boş xanaya uyğun ədədi müəyyən edin. 5-də 2 dəqiqəni saniyəyə çevirmək lazımdır. Dəyərli dostlar, bildiyimiz kimi 1 dəqiqəmiz 60 saniyədən ibarətdir. Yəni biz 60-ın 5-də 2 hissəsini müəyyən etməliyik. Bunu tapmaq üçün əvvəlcə 60-ı 5 yerə bölürəm. 60-ı 5-ə bölsəm 12 dəfə düşər. Sonra aldığım 12 cavabını sürətdəki ədədə, yəni 2-yə vurmalıyam. 12-ni də 2-yə vuranda alıram 24. Yəni 5-də 2 dəqiqə 24 saniyəyə uyğun gəlir. Birinci sualımız D variantı olacaq. İkinci sual. Şəkildə B nöqtəsi çevrənin mərkəzidir. ABC üçbucağı aşağıdakılardan hansı ola bilməz? Müxtəlif tərəfli üçbucaq, bərabər yanlı üçbucaq, bərabər tərəfli üçbucaq, iti bucaqlı üçbucaq. Əlbəttə ki, müxtəlif tərəfli üçbucaq ola bilməyəcək. Düzgün cavabımız A variantı. Səbəbini izah edirəm. Diqqət yetirsəniz, bu çevrədir və çevrənin radiusları bildiyimiz kimi bərabərdir. Yəni, üçbucağın iki tərəfi çevrənin radiusuna bərabərdir. Söhbət BA və BC tərəflərindən gedir. Radiuslar bir-birinə bərabərdir. Yəni, ən azı bu üçbucaq bərabər yanlı ola bilər. Bərabər tərəfli ola bilərmi? Bəli. Xüsusi halda, məsələn, AC tərəfi də ola bilsin, bu tərəflərə bərabərdir. Yəni, bərabər tərəfli olma şansı da var. İti bucaqlı ola bilərmi? Bəli. Bucaqlarından hər biri iti bucaqdırsa, əlbəttə ki, bu iti bucaqlı sayılır. Yəni, bu hal mümkündür. Yenə də qeyd edirəm, müxtəlif tərəfli ola bilməz. Səbəb ondan ibarətdir ki, bu üçbucağın ən azı 2 yan tərəfləri bir-birinə həmişə bərabər olacaq. Müxtəlif tərəfli üçbucağın isə bütün tərəfləri müxtəlif olmalıdır. Üçüncü sualımıza baxırıq. 150 dərəcəli bucağın 3-də 2 hissəsinə bərabər olan bucaq hansı növdür? Yenə eyni qayda üzrə 150-nin 3-də 2 hissəsini müəyyən etməliyik. Bunun üçün əvvəlcə 150-ni 3 yerə bölürük. 15-i 3-ə böləndə 5 düşər. 0-ı da arxasına yazsam olacaq 50 dərəcə. Daha sonra 50 dərəcəni 2-yə vurmaq lazımdır ki, biz 5-də 2 hissəni müəyyən edək. 50 dərəcəni də 2-yə vuranda edəcək 100 dərəcə. Yəni, başqa sözdən bizdən soruşur ki, 100 dərəcəli bucaq hansı növdür? Yəqin ki, hər biriniz bucağın növlərini mükəmməl formada bilirsiniz. İti bucaq bildiyimiz kimi 0 ilə 90-ın arasındadır. Düz bucaq 90 dərəcədir. Kor bucaq 90-dan çox 180-dən azdır. Elə doğru cavabımız C variantına uyğun gəlir. Açıq bucaq isə 180 dərəcəyə uyğun gəlir. Dördüncü sual. Hər birinin sahəsi 36 kvadrat santimetr olan iki kvadratı yan-yana qoydular. Yaranan düzbucaqlının perimetrini tapın. Hər birinin sahəsi 36-dır. Məsələn, buranın sahəsi 36 və digərinin də sahəsi 36-dır. Bir kvadratın sahəsi 36-dırsa, onun tərəfi neçədir? Əlbəttə, bunu şagird mühakimə vasitəsilə tapmalıdır ki, hansı ədədi özünə vuranda 36 edər? Bu ədədimiz 6 ədədidir. Yəni, kvadratın tərəfi 6 santimetrdir. Sonra bizə deyir ki, yaranan düzbucaqlının perimetrini tap. Yaranan düzbucaqlı, bax, bu düzbucaqlıdır. Və bu düzbucaqlının perimetrini tapanda, dəyərli dostlar, ortadakı xətti nəzərə almalı deyilsiniz. Yəni, burada 6-dır, burada 6-dır. Başqa sözlə, bu hissə, yəni düzbucaqlının uzunluğu 12 santimetr olacaq.
12 üstə gəldik 6, 7, 18. 18 də 2-yə vursam, çünki n ilə uzunluğu toplayıb 2-yə vuranda biz perimetr alırıq. Cavab olacaq 36 santimetr. Düzgün cavabımız B variantı. İstəsəniz burada 12 yazarsınız, burada 6 yazarsınız. Hamısını cəmləsəniz yenidən 36 cavabını alacaqsınız. Bir daha qeyd edirəm, bu formalı fiqurların perimetrini tapan zaman ortadakı xətti nəzərə almalı deyilsiniz. Çünki yaranan düzbucaqlı, bax bu fiqurdur, hansı ki qırmızı xətlə göstərirəm sizə. 5-ci sualımıza keçid etdik. 32 il əvvəl Fidanın 12 yaşı var idi. 9 il sonra Fidanın neçə yaşı olacaq? 32 il əvvəl bu adamın 12 yaşı olubsa, bugünkü yaşını müəyyən etmək üçün indiki yaşının üzərinə 32-ni gəlirik. 2-nin üstə 2 gələndə 4 edər, 3-ün üstə 1 gələndə edəcək 4. Yəni, hal-hazırda Fidanın 44 yaşı var. Təkrar edirəm, 44 yaşı olan Fidanın 32 il əvvəl, yəni 44-dən 32 çıxsaq 12-ni alarıq. Bizə deyir, Fidanın 9 il sonra neçə yaşı olacaq? Bu gün Fidanın 44 yaşı var. 9 il sonranı tapmaq üçün üzərinə 9-u gəlməliyik. 4-ün üstə 9 gələndə 13, 1 yadda. 4, 1 də yadda olacaq 5. Yəni Fidanın 9 il sonra 53 yaşı olacaq. Doğru cavabımız C variantına uyğun gəlir. Dəyərli izləyicilər, videomuzu bura qədər izlədinizsə, hələ də bəyənməmisinizsə, zəhmət olmasa bəyənirsiniz. WhatsApp statusunuzda paylaşırsınız ki, digər dostlarınız da faydalansınlar. Xüsusilə ibtidai sinif müəllimləri öz WhatsApp qruplarında şagirdləri ilə paylaşmaqlarını tövsiyə edirəm ki, şagirdləri imtahanı effektiv formada hazırlaşa bilsinlər. Bu suallar model suallar, dəyərli dostlar, yəni bunların oxşar versiyaları sizə monitorinq imtahanında düşə biləcək. İzlədiyiniz üçün hər birinizə minnətdaram. Sağ olun, bir sonraki izahlarımızda görüşərik. Hələlik.